Hər sağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti buraxılışında xoş gördük sizi. Ekran qarşısında yerləşən izləyicilərimiz üçün bildirim ki, bugünkü verilişimizi Alpan İnzibati Ərazi İdarəsinin Alpan kəndindən hazırlamışıq. Auditoriyamızda elə bu İnzibati Ərazi İdarəsinə daxil olan kəndlərin sakinləridir. Qonaqlarım Quba Ağsaqqallar Şurasının sədr müavini, əməkdar jurnalist Qəhrəman Qasımov, Alpan kənd tam orta ümumi təhsil məktəbinin direktoru Mehbarə Rüstəmova, Alpan kənd İnzibati Ərazi İdarəsi Bələdiyyəsinin sədri Əfil Dadaşov və Alpan İnzibati Ərazi İdarəsi üzrə icra nümayəndəliyinin baş məsləhətçisi Nahid Hümbətovdur. Qonaqlarımızı da salamlayırıq. Bugünkü verilişimizin mövzusu qızların təhsildən yayındırılmasının əsas səbəbləridir. Təhsil xalqın sosial, mədəni və iqtisadi rifahının yüksəldilməsində çox önəmli bir faktordur. Cinsiyyətindən asılı olmayaraq təhsil prosesində bərabərliyi təmin etmək çox faydalıdır. Belə ki, oğlanların təhsil alması ilə yanaşı, qızların da təhsil alması gələcək nəsillərin daha yüksək uğur əldə etməsinə töhfə verir. Lakin təəssüflə qeyd etməliyəm ki, dini xurafata yuvarlanan bəzi valideynlər düşünürlər ki, güya qızların məktəbə getməsi onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Əsasən kənd yerlərində son illərdə təhsil imkanlarının yaxşılaşdırılmasına baxmayaraq, bu imkanlardan təəssüf olsun ki, daha çox oğlan uşaqları yararlanırlar. Qız uşaqlarının təhsilinə isə ata-ana tərəfindən ancaq müəyyən yaşa qədər icazə verildiyi müşahidə edilir. Qəhrəman müəllim, sizdən başlamaq istəyirəm, ilk sualım sizədir. Sizcə qızların təhsil alması niyə bu qədər vacibdir? Bugünkü mövzumuz çox doğrudan da aktual bir mövzudur. Çox təəssüf edirik ki, baxmayaraq ki, 21-ci əsrdə yaşayırıq. Lakin bugün də bir çox ailələrdə, xüsusən bizim ucqar kəndlərdə qız uşaqlarının təhsilinə derdim ki, biraz barmaq arası baxırlar. Halbuki bütün istər uzun illər dünyada belə bir ümumi bir ənənə yaşanır ki, qız uşaqlarının təhsili oğlan uşaqlarının təhsilindən də daha vacibdir. Və sual olunur, niyə qız uşaqlarının təhsili bu qədər vacibdir? Qeyd etmək lazımdır ki, qız uşağı təhsilli olması təkcə bir fərdin deyil, ümumilikdə bir ailənin təhsilli olması deməkdir. Ona görə, əgər qız uşağı kifayət qədər mükəmməl təhsil alarsa, o bir ana kimi yetişməsində və sonradan bir ana kimi öz övladlarının yetişdirməsində çox mühüm rol oynayacaq. Bundan başqa, qız uşağının təhsil alması onun sərbəstliyini təmin edəcək. Çünki savadsız olduqda, təbii ki, təhsili olmadıqda, sərsi gün kimdənsə asılı vəziyyətdə olur. Asılı vəziyyətdə olan insanda mükəmməl övlad tərbiyə edə bilməz. Ona görə də qız uşaqlarının təhsil alması çox vacibdir. Hər bir valideyn, hər bir məktəbdə pedaqoji kollektiv çalışmalıdır ki, qız uşaqlarının mükəmməl təhsil alması üçün hər kəs əlindən gələni əsirgəməməlidir. Çox sağ olun, Qəhrəman müəllim. Qızların təhsildən yayınmasının səbəblərindən biri olan erkən nikahın qarşısının alınması istiqamətində dünyanın demək olar ki, hər yerində buna qarşı mübarizə aparılır, o cümlədən də ölkəmizdə. Lakin buna baxmayaraq az yaşlı qızların zorla evliliyə cəlb edilməsi halları təəssüf ki, hələ də mövcuddur. Mehbar müəllimə, sizinlə davam etmək istəyirəm. Heç kimə sir deyil ki, erkən nikah qızların məktəbdən kənarda qalmasına, təhsil almaq imkanlarının məhdudlaşmasına və nəticə olaraq onların cəmiyyətin tam hüquqlu üzvü kimi inkişaf etməməsinə mane olur. Sizcə, bax, qızların təhsildən yayınmasının qarşısını almaq üçün təhsil məsələlərində belə valideynlər üçün mütəmadi olaraq təhsilin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilməlidirmi? Biz bir pedaqoq kimi, bir müəllim kimi çalışırıq məktəbdə bu sahədə işləri gücləndirək. Hətta bizim psixoloqun, təşkilatçının, uşaq birliyi rəhbərinin, hətta məktəb direktorunun tədbirlər planında da, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin tədbirlər planında da bu barədə ayrı-ayrı mövzular var. Xüsusilə bu işlə məktəbdə psixoloqlar məşğul olur. Mütəmadi olaraq, təbii ki, psixoloq yuxarı sinif şagirdləri ilə iş aparır, erkən nikahlara qarşı mübarizə və s. Eyni zamanda da il ərzində valideyn iclasları keçirilir ki, bu valideyn iclaslarında da biz valideynlərə tövsiyə xarakterli onlarla söhbətlər aparılır və çalışırıq ki, valideyn bizi başa düşsün ki, bu qız uşaqlarını təhsildən yayındırmaq düzgün bir şey deyil, düzgün bir hal deyil.
və erkən nigahların da qarşısının alınmasında təbii ki, təhsildən yayınmanın qarşısının alınması çox böyük köməklik göstərir. Eyni zamanda onu qeyd eləyə bilərəm ki, məsələn bizim tədris planında fakultativ məşğələlər var. Həmin fakultativ məşğələlərdə mən yuxarı siniflərə fakultativ məşğələni mənəviyyat adı altında fakultativ məşğələlərin mövzuları var. O mövzunun içərisində, mənəviyyat mövzusunun içərisində ailə dəyərləri, cəmiyyət, bu mövzular, dini radikalizmə qarşı mübarizə, erkən nigahlara qarşı mübarizə mövzular var. Və ayrı-ayrılıqda 10-cu, 11-ci siniflərdə bu fakultativ məşğələ kimi də tədris olunur. Çox sağ olun. Qız uşaqlarının təhsil hüququnun qorunması cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Böyük məsənət Hacı Zeynalabdin Tağıyev əbəs yerə demirdi ki, təhsilli qadın təhsilli şəxs, təhsilli ailə və təhsilli gələcəkdir. Qəhrəman müəllim, yeniliyə açıq olmayan cəmiyyətlərdə oğlan uşağını ailənin təməli kimi, qız uşağını isə daimi olmayan ailə üzvü kimi görülməsi təhsil alma prosesində cinsiyyət fərqliliklərinə gətirib çıxardan səbəblərdən biri ola bilərmi? Bir çox ailələrdə bugün belə bir ənənə var ki, qız uşağı özgə tikəsidir. Yəni böyütdün, verəcəksən ərə, gedəcək. Ona görə yəni ona sərmayə qoymaq, oxutmaq, əziyyət çəkmək, onun üçün pul xərcləməyə dəyməz. Atalarımızın gözəl bir məsəli var. Deyir ki, qızı olmayanın ölüsündə ağlayan olmaz. Hansı nöqteyi nəzərdən yanaşırsansa yanaş, qız uşağının təhsil alması, mən deyərdim ki, oğlan uşağının təhsil almasından da vacibdir. Ona görə ki, oğlan uşağı təhsil alırsa, ancaq bir fərd şəklində yetişir. Ancaq qız uşağının təhsil alması, bugünkü qız sabahın anasıdır. Sabahın anası neçə uşaq böyüdür və eyni zamanda hər bir uşaq da cəmiyyətin inkişafında mühüm rol oynayır. Bizim bəlkə də deyərdim ki, bugünkü qızlar üçün, qızların təhsili üçün qoyulan sərmayə sabah bizim dövlətimizin inkişafı üçün qoyulan bir sərmayədir. Çox sağ olun Qəhrəman müəllim. Əkinçilik və maldarlıqla məşğul olan ailələrdə uşaqların təhsildən yayınması halları daha çox müşahidə olunur. Bəzi hallarda isə baxımsız və valideyn nəzarətindən kənarda qalan uşaqlar təhsil davamiyyətinə riayət eləmirlər. Mehbarə müəllimə, bax, sizcə uşaqların təhsildən kənarda qalmasına, məktəblərdə davamiyyətə olan nəzarət işlərinin zəif təşkili də səbəb ola bilərmi? Təhsildən yayınma halları demək olar ki, məsuliyyətsizliyin nəticəsi ola bilər və digər amillər burada yoxdur. Ona görə də biz çalışırıq, bayaq qeyd etdiyim kimi valideyn iclasları çağırırıq. Əgər təhsildən yayınan varsa təklikdə çağırıb valideyninlə söhbət aparırıq. Eyni zamanda icra nümayəndəsi, bələdiyyə bizim bu işlərdə bizə yaxından köməklik göstərir. Mən eyni zamanda onu qeyd edeyim ki, əgər məktəbdən danışırıqsa, məktəbdə təhsildən yayınmadan danışırıqsa, biz məktəbdə elə bir şərait yaratmalıyıq ki, məktəb şagirdlər üçün, xüsusilə qız uşaqları üçün maraqlı bir məkan olsun. Evet. Təbii ki, kəndlərdə klub yox, mədəniyyət evi yox, başqa bir əyləncə yox. Amma qız uşaqları məktəbdə əgər müəyyən dərnəklərdə, müəyyən işlərlə gəlib günortadan sonra, dərsdən sonra gəlib məşğul olsalar, həm təhsildən yayınmalarının qarşısı alınar, eyni zamanda məktəbə daha çox maraqları artar. Sənət, peşə öyrənənlər, bəli. Biz də buna çalışırıq və bunu eləyirik. Təbii ki, bizim dərnəklərimiz də var, müəyyən işlər görürük və çalışırıq ki, məktəb həm qızlar üçün, həm də oğlanlar üçün maraqlı məkan olsun. Bizim kəndimizdə demək olar ki, təhsildən yayınan qız uşağı yoxdur. Bu məktəbdə aparılan və kənddə aparılan, ümumilikdə aparılan təbliğat işlərinin, maarifləndirmə işlərinin nəticəsidir. Çox sağ olun müəllimə. Ekspertlərin fikrincə, məktəblərdə valideyn-müəllim arasında səmərəli əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində tədbirlərin aparılmasına böyük ehtiyac var. Qəhrəman müəllim, Mehbarə müəllim, istərdim bax, hər ikinizin bu fikrə münasibətini biləm. Yəni Qəhrəman müəllim, sizdən başlayaq. Bir ananın yetişməsi elə bir ki, bir nəslin yetişməsidir. Bax, bu nöqteyi nəzərdən
qız uşaqlarının məktəbdən ayrılması, onların təhsilinə ciddi fikir verilməməsi cəmiyyət üçün çox böyük faciələr səbəb ola bilər. Buna görə də istər ağsaqqallar, istər məktəbdə müəllimlər, hər kəs bu işdə əlbir olmalıdır. Məktəblə valideynlər arasında əlaqə çox sıx olmalıdır. Xüsusilə qızların təhsildən yayınmasına heç cür imkan vermək olmaz. Aparılan tədqiqatların nəticələri göstərir ki, qız uşaqları təhsilə daha çox meyillidirlər. Qız uşaqları yüksək bal toplayanların içərisində qızlar üstünlük təşkil edirlər. Bugün fikir verin, səhiyyə sistemində çalışanların böyük əksəriyyəti qadınlardır. Təhsil sahəsində artıq bir sos siqnalı qaldırılıb ki, təhsil sahəsində kişilər yoxdur demək olar ki. Hamısı qadınlardır. Və məktəbdə də müəllimlərlə, pedaqoji kollektivlə əgər valideyn, kənd ağsaqqallar şurası, kəndin ziyalıları əlbir olub işləyərsə və təbii ki, qız uşaqlarının məktəbdən yayınması hallarının qarşısını tam almaq mümkündür. Çox sağ olun Qəhrəman müəllim. Mehman müəllim, sizin fikirləriniz var. Qız da, oğlan da əgər orta məktəbi, o 13-14 fənni müəyyən qədər mənimsəyib orta məktəbi öz biliyi ilə 4-lə 3-lə qurtarsa, gələcəyin ən gözəl anası olur o qızlar. Evet. Və oğlanlar da gələcəyin ən gözəl ailə başçısı olur. Çünki o biliklər, o 14-13 fən şagirdlərə ancaq universitetə girmək üçün verilmir ki, təhsilin məqsədi nədir? Təhsilin məqsədi cəmiyyətə yararlı vətəndaş yetişdirməkdir. Və bu barədə də, bu məqamda da qızların təhsili, qızların daha çox təhsil alması, daha tərbiyəli, daha cəmiyyətə uyğun, tərbiyə olunması, cəmiyyətə gözəl bir ana bəxş olunması sahəsində məktəblərin, tərbiyəçilərin, müəllimlərin, ziyalıların, kənd ağsaqqallarının, siz demişkən, ağbirçəklərin çox böyük köməyi var. Elə müəllim özü, müəllimə, ziyalı özü cəmiyyət üçün şəxsi nümunə olmalıdır ki, məktəbdə oxuyan qız uşaqları da o müəlliməyə oxşamağa çalışsın. Həqiqətən də elədir. İbtidai siniflərdə oxuyan uşaqlar ibtidaidən başlamış yuxarı siniflərə qədər öz müəllimlərinə oxşamağa çalışırlar. Və buna görə də bizim elə oxumuş ziyalılarımız da o sahədə özləri şəxsi nümunə olmağa çalışmalıdırlar. Mən bunu belə düşünürəm. Çox sağ olun müəllimə, ətraflı fikirləriniz üçün. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də sözü Alpan kənd İnzibati Ərazi İdarəsi Bələdiyyəsinin sədri Əfil Dadaşova və Alpan İnzibati Ərazi İdarəsi üzrə icra nümayəndəliyinin baş məsləhətçisi Nahid Hümbətova vermək istəyirəm. Əfil müəllim, buyurun sizdən başlayaq. Hörmətli qonaqlar, hörmətli Elçin müəllim, hörmətli jurnalistimiz, dəyərli ziyarımız, Qəhrəman müəllim, hörmətli Mehtarı müəllimə, biz də Alpan Bələdiyyəsi adından bu verilişin, bu layihənin hazırlanmasında, ərsəyə gəlməsində icra başçısı cənab İlqar Mahmudova öz təşəkkürümüzü bildiririk. Qafqaz TV rəhbərliyinə, onun əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Çox gözəl bir layihədir. Mən deyərdim ki, Azərbaycan televiziya məkanında belə bir layihələrin olması, belə bir layihələrin hazırlanması və burada qoyulan məsələlər xalqımızın milli mənəvi dəyərlərinin aşılmasında, ağsaqqal sözünün bugün həyata keçməsində çox böyük önəmi vardır. Ona görə də bu layihənin hazırlanmasında, həyata keçirilməsində xidməti olan insanlara Alpan Bələdiyyəsi adından öz dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun Əfil müəllim. Buyurun, Nahid müəllim istəyiniz. Ötən verilişdə mən arzu etmişdim ki, verilişləriniz davamlı uğurlu olsun. Yenə də sağ olun ki, yenə də bizim kəndimizə buyurdunuz və kəndimizin maariflənməsində yaxından iştirak etdiniz. Çox sağ olun, minnətdaram. Sağ olun, çox sağ olun. Ana nə qədər təhsilli, dünya görüşü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün də faydalı olar. Bunu nəzərə alıb cəmiyyət olaraq gələcəyin anası olacaq qızların kamil, intellektli və təhsilli insan kimi yetişməsinə hamımız birlikdə şərait yaratmalıyıq. Belə, əziz izləyicilər, Ağsaqqal Sözü verilişinin bir sayının da sonuna gəlib çatdıq. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bir daha xatırladım ki, bugünkü verilişimizi Alpan İnzibati Ərazi İdarəsinin Alpan kəndindən hazırlamışdıq. Auditoriyamızda elə
həmin inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri təşkil edirdi. Qonaqlarımı bir daha xatırladım. Qonaqlarım Quba rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar jurnalist Qəhrəman Qasımov, Alpan kənd tam orta ümumi təhsil məktəbinin direktoru Mehbarə Rüstəmova, Alpan kənd inzibati ərazi dairəsi üzrə bələdiyyəsinin sədri Əfil Dadaşov və Alpan inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin baş məsləhətçisi Nahid Hümbətov idi. Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.